Yəqin ki, toplanmışsınız, hə uşaqlar? Ay, sağ ol. Gəlin, mən sizə belə bir sualla müraciət edim. Vətən deyəndə nə başa düşürsünüz? İsmail, bu suala cavab ver. Vətən doğulub böyüdüyümüz yer doğma yurt yuvamızdır. Vətən bütövlüyü, müstəqilliyi uğrunda şəhər verdiyimiz məkandır. Harada yaşadığımızda asılı olmayaraq vətəni sevmək və onu qorumaq hər bir vətəndaşımızın borcudur. Bunu sizə Abbas Səhhədin sözləri ilə daha da canlı çatdıra bilərəm. Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eləmiş əvvəlcə Xuda, sonra vermiş vətənim nəşbülüma. Vətənim verdi mənə narin əmək, vətəni məncə unutmaq nə demək? Anadır hər kişiyə öz vətəni, bəsləyir sinəsi üstündə onu. Sürür ki dolanıb qanım olub, o mənim sevgili cananım olub. Saxlaram gözlərim üstündə onu mən, ödərəm əldən əgər getsə vətən. Vətəni nemətin isyan olmaz, nə xaliflər ona qurban olmaz. Vətən əcdadımızın məhfəlidir, vətən övladımızın məskənidir. Vətəni sevməyə insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Afərin İsmail, çox sağ ol, təşəkkür edirəm, əyləş. Bəs bizim vətənimiz haradır? Sual çəkəyini cavab ver. Azərbaycandır, bizim vətənimiz də Azərbaycan. Bəs milliyyətimiz sevinç, milliyyətimiz Azərbaycan. Okey. Azərbaycan Respublikası haqqında dedim ki, siz məlumat toplansınız. Gəlin biz onu oxlar ətrafında müzakirə edirik. Mən belə bir tarix çəkirəm və ortada yazıram Azərbaycan. Aha, oxlar ətrafında. Kimcələr topladığı materialı burada qeyd edir. Azərbaycanın nəyi var? Azərbaycanın nəyi var? 2 buradan başlayaq. Nə yazdın ora? Azərbaycanın sərhədləri var. Aha, sonra daha nəyi var? Cəlalə. Cəlalə. Gəl dolaq yaz. Nə yazırsan ora? Aha. Oldu. Azərbaycanın ordusu var. Əyləş. Daha. Fatimə. Tez-tez biraz vaxtımız getməsi. Aha. Azərbaycanın düzlüyü var. Düzdür. Daha. Fatimə. Cəlb ol Fatimə. Ev yox. Nə yazdın Fatimə? Azərbaycanın milli pulu var. U yaz, axıra u yaz. Azərbaycanın milli pulu var. Daha sonra uşaqlar, Nərgiz. Nərgiz, cəlb ol Nərgiz. Nə yazmaq istəyirsən Nərgiz? Aha, yaz ora. Azərbaycanın dini var. Dini. Vüsal. Vüsal, cəlb ol. Nə yazmaq istəyirsən? Din haqqında mən yazım. Aha, ili. Aha, əyləş. Azərbaycan dili var. Düzdür uşaqlar. Daha. İsmail. İsmail gəl. Nə yazmaq istəyirsən? Paytaxt. Yaz.
haqqı var. Düzdür. İsmail Əyləş, Elvira, nə yazmaq istəyirsən? Sərvətləri yaz. Daha kim? Daha kim? Məhəmməd. Azərbaycan sərhədləri. Azərbaycanın yeraltı yerüstü sərvətləri var. Düzdür. Otur. Nə yazmaq istəyirsən? Atributları. Aha, Azərbaycanın nəyi var? Atributları var. Və başqaları. Ay, bunu daha da artırmaq olar. Və başqaları. Azərbaycan atributları var. Aha, düzdür. Elə bax, buna əsaslanaraq, bugünkü bizim dərsimizdə dərsimiz dövlətimiz və onun rəmzləridir. Dövlətimiz və onun rəmzləridir. Bugünkü dərsimizdə oldu uşaqlar təkrarlayaraq. Rəmzlər. Düzdür. Uşaqlar, vətənin mövcud olması üçün onu qorumaq lazımdır. Düzdür uşaqlar? Onu necə qoruyurlar? Kimlər qoruyur? Onu necə qoruyurlar? Kimlər qoruyur? Gəl burada. Kirini burada söylə. Kirini burada söylə. İlkin bizim onu tutansın. Sözlərə tutansın. Aha. Uzadan.
Yox, vəbşə saxlayın ki, videonu saxlayın da, onu çəkir də. Mən bu qızın telefonunu bilmirəm. Sema, elə sən də çək də. Çox sağ ol Fatimə, afərin, düzdür. Yaxşı, dilimiz haqqında. Kimlə? Dilimiz haqqında, sağ ol. Bilməyənlərə. Yaxşı, orada qeyd eləmişsiniz, yenə olan kitablarımız bunlar. Yaxşı. Var burada prezident haqqında, kim məlumat toplayır? Fatimə. Yerindən də danışa bilərdim Fatimə. Prezidentin vəzifəsi bunlardır. Azərbaycan Respublikası bir parlamentalı parlamentli prezident respublikasıdır. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının prezidentidir. Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Prezident Azərbaycan dövlətinin müstəqilliyini və ərazi bütövlüyünün təminatçıdır. Prezident Azərbaycan Respublikasının silahlı qüvvələrinin ali baş komandanıdır. Bu qərardan sonra Azərbaycanın prezidentləri bunlar olmuşdurlar. Ayaz Mükəmmilov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev. Bunu öndən yoldan Əliyevin validli damadışı olan İlham Əliyev yeni və artıq müstəqil Azərbaycanı dünyada tanıtmaqdadır. Bütün dünya artıq iqtisadi cəhətdə güclü vətənimizlə hesablaşmaqdadır. Günü-gündən çiçəklənən, güclənən, qüdrətli Azərbaycan İlham Əliyevin səylərinin nəticəsidir. Biz inanırıq ki, onun adlı siyasəti nəticəsində vətənimiz daha da gözəl, xalqımız realdan yaşayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Dağlı Qarabağ geri qayıdacaq. Biz buna əminik. Çox sağ ol Fatimə, çox sağ ol. Çox mükəmməl cavab verdin. Çox sağ ol. Aferin sənə. Uşaqlar, həyatınızı pulsuz təsərrüf etmək olmaz. Görürsünüz, təsərrüflarda edirik, dərmanlarda, nəqliyyatdan, nəqliyyatdan istifadə edirik. Bazalar, bu həyatımızın bir hissəsi gətirir. Bunlar haqqında kim məlumat toplayır? Fatimə. Buyur Fatimə. Bu adı şəxsi tədavül vasitəsidir. Hər bir müstəqil dövlətin özünə aid pul vaizi var. Azərbaycan Respublikasının da pul vaizi manatdır. Respublikamızda tədavüllərdən manatdan istifadə edir. Bu konstitusiyamız 19-cu maddə ilə təsdiq olunur. Adət pulların saxlanılması üçün ən etibarlı bankdır. Pul həmişə lazımdır. Müalicə olunanlar, birinə hədiyyə alanlar, nəqliyyatdan istifadə edəndə, çağır pullar əksinə qalanlar, mətal pullar cəmiyyəti çatlanır. Çox sağ ol Fatimə, afərin, düzdür. Yaxşı, dilimiz haqqında kimlə? Dilimiz haqqında sağ ol. Qalxın şəhətlərə söz istəyirəm, çatsın hər nəvəyin bilməyənlərə, mən nankör deyirəm, naciz deyirəm, bu bana Bilməyənlərə. Yaxşı, orada qeyd eləmişsiniz. Yenə din haqqında kim danışacaq? Din haqqında nədir? Ucadan. Dinimiz İslam dini, kitabımız Quran-ı Kerim, Peyğəmbərimiz Məhəmməd Peyğəmbər. Aha. Burada yazmışsınız ki, Quran da həftəsinin tortunu şifrləmişdir və oradan Bakını özünə pay, Bakını götürmək istəmişdir.
danışar? Kim danışar? Yeraltı yönetim devletlerinin hakkında kim məlumat verir? Elvira, Mahmut Qalın. Elə buna görə də torpağımız əsrlər boyu xarici qüvvələr tərəfindən işğal edilməkdədir. Xəzənin dibindən çıxarılan neft, qaz, qiymətli qızıl yataqları, daş mərmər yataqları, əşib becərilən Quba alması, Göl çayları, Akdeniz üzümü bu torpağın altının da üstünün də qızıl olduğuna sübutdur. Azərbaycan sərvətləri neft, qaz, pambıq, taxıl, üzüm, çürü, qızıl çay. Mən sizə canlı pambıq şəklini göstərə bilərəm. Canlı, pambıq yolunu götürək. Aferin, əyləş. Uşaqlar, burada dedik ki, yazırsınız ki, atributlar. Gəlin görək, Azərbaycanı dünyada, müstəqil Azərbaycanı dünyada tanıdan hansı rəmzlərimiz vardır bizim? Müstəqil Azərbaycanı dünyada tanıdan hansı rəmzlərimiz vardır? Kim bu suala cavab verər? Bəhruz. Aha. Dövlət bayrağımızla qeyrimiz müstəqilliyimizin heç vaxt unutmamalıyıq ki, dövlət rəmzlərimizi qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Heç vaxt unutmamalıyıq ki, dövlət müstəqilliyimizin uğrunda minlərlə Surdaşımız canın qurban vermiş, şəhid olmuşdur. Bu müqəddəs yolda sağlamlığını itirənlər və əli olmanlar da qolun mənbəyimiz olan dövlət rəmzlərimizi hər bir başımızdan uzaq tutmalıyıq. Biz vətən uğurları da dövlət rəmzlərimizi başımızdan uzaq canında əziz tutanlar aminsin. Sarılı həmdə Ay, sağ ol. Ramı Səfərovun şəkli yoldaşınızda da var, bax burada da. O dövlət bayrağımıza, dövlət atributlarımıza hörmətsiz yanaşanın cavabını Ramı Səfərov layiqli cəzalandırmış. Yaxşı uşaqlar, elə bu sual altında da mən sizi qruplara bölürəm. Qrupların adlarını əvvəldən yaymışsınız, seçmişsiniz. Özünüzü təqdim edək, qrupunuzu təqdim edək. Sözlərimə bəzəksən, elə bil ki, istərsən, görmə çəksən, güzül budaq sümbülür, sarı saçaq sümbülür, qurpumuz sümbül. Qrupumuz sümbül. Nəyə görə sümbül seçmişsiniz? Nəyə görə sümbül seçmişsiniz? Çünki yerimizdə sümbül şəkli olduğuna görə həmin adı seçmişsiniz. Qrupumuzu təqdim edək. Yapar quşlar, arılar, pərvanələr, cücülər, ancaq böyle ulduzlar, oyaq qalar gecələr, qrupumuz ulduz. Aferin. Qrupumuzu təqdim edin. Ay soğan batmaz gecə, dostu atmaz gecə, ana babadan ayrı, dimdəlib yatmaz gecə, qrupumuz ay. Qrupumuz ay. Qrupumuzu təqdim edirsiniz. Çəkib bizim başımız, topumuz tapımız başımız, qrupumuz alır. Qrupumuz alır. Yaxşı. Qruplara təqdim edək. Sizin qrup. Deməli, bu qrup işləsin hindimiz haqqında. O qrup işləsin paytaxtımız haqqında. Bu qrup işləsin bayrağımız haqqında. Bu qrup işləsin yerimiz haqqında. Siz başlayın işiniz. Başlayın. Başlayın ki. Görün. Ay, sağ olun. Qrupumuz öz işlərini təbliğ edənə kimi gəlin bəzi uşaqlardan vətənimizin gözəlliyi haqqında, vətənimiz haqqında, Azərbaycanımız haqqında şeirlər alaq. Sizin qrup nədir? Ulduz qrupu. Ulduz qrupu hansı şeiri söyləmək istəyirsiniz? Söyləyin. Biz
olan bayraq bir daha enməz. Əyləş. Əyləş. Qiymətli. Axırda qiymətləndirələm. Aha, ikinci dərs. Azərbaycan Respublikasının dövlət şəhəri onun dövlət müstəqilliyinin müqəddəs atılışlarından biridir. Cəb sözə 80 manata vəzifəli müasir dövlətimiz termini kimi isə müəyyən bir dövlətin şəhəri və fərqli fərqləndiricə abidə olur. Burada bayraqda mövcud əks etdirilir. Bu hansı qeydimizdir? Bu hansı qeydimizdir? Bu səbəblə verilmiş geriye, bu isə bu isə indiki verilmişdir. Bayrak bunlarda Türk münasebeti İslamcılığı, yeni bayramdaki sınırlarda kalkan üzerinde kıtlatımızı ifade edilirken, Azerbaycan Respublikası'nın dövlət himni onun əsas atılışlarından biridir. Hər bir müstəqil dövlət himni olur. Himn musiqi və sözlə ifadə edilən simvoldur. Himnimizin sözlərini yazan Əhməd Savab, Namusumuz və Üzeyir Hacıbəyli bəstələmişdir. Himnimiz səslənəndə hamımız ayağa qalmalıyıq. Himnimiz səslənəndə biz onu oxuyarkən qürur duyuruq. Bakı Azərbaycan paytaxtıdır. Bu bizim prezidentimiz İlham Əliyev. Prezidentimiz İlham Əliyev Bakının gözəlliyini söylədi. Alın şəkli üstləşli bayraqını əks etdirən uzun mərhəbəli binalardır. Bura bayraq meydanıdır. Bura yeni tikilmiş məktəblərdir. Prezidentimiz İlham Əliyev və xanım Mehriban Əliyeva ilə uşaqlarla görüşə gəlmişdir. Bura yeni tikilmiş Türk məktəbləridir. Prezidentimiz İlham Əliyev vəkillərlə görüşə gəlmişdir. Bura Heydər Əliyev sarayının qarşısındakı parkdır. Bura yeni tikilmiş uşaq bağçalarıdır. Bura uşaqların istirahət mərkəzidir. Bura yeni salınmış yollar və köprülərdir. Bura bizim tarixi abidəmiz olan Qız qalasıdır. Burası isə şəhər qalalarının divarlarıdır. Əyləş. Aha, qrupları. Sözlərim canım, Azərbaycan çarpan ürəyim, Gülüstan Bakı. Hər öz qrupunun ibarəsində şeirlər deyəcək. Deyin görün. Bizim qrupda şeir kim deyəcək? Görün. Bir tarix bir Azərbaycanın bir qalası var. Şaxtaq kimi, uca baxır, gözün kimi aynası var. Gözəl biçidə ayranalım kər, mahamır, sizlərə. Namus bir Azərbaycan kimi gözəl alası var. Aha. Kızın qrupuna bax. Sevməzsin rəhməniklər, onu gəzərsən, dostuna gün verərsən, düşmənini əzərsən, təmurunu əsərsən, səyini üzərsən, dayanmayıb dərsənə, əzabına dözərsən. Aha. Bu qrup. Bayraq qrupu. Bak şeirindir. Bir millət, iki dövlət, eyni arzu, eyni niyyət, hər birisi hürriyyət, Azərbaycan Türkiyə, bir ananın oğlu, bir ağacın oğlu, o da olur, bu da olur, Azərbaycan Türkiyə. Dedik ki, bayrağımızın rənglərinin nəyi var? Simvolları. Onlar kim sadalı? Bizim qrup, bayraq qrupunun kim sadalı? Zeynep danış. Dövlət Türkiyə
Ama kırmızı renk. Düzdür. Aferin uşaqlar. Alıb qurutur. Azərbaycan saxını, paytaxtını saxını, Azərbaycanın güzəlliğine ne deyirlər? O yürekli, o nefesli diyarımsan, ocağına canım kurban Azerbaycan. Əziz səndə əyilməyən vüqarımsan, bu çağına canım kurban Azerbaycan. Savaşlardan alışlandım, neçə qurban hər qonşuda bir parçası əsirgə qalan torpağına canım kurban Azerbaycan. Azerbaycan dinləmədi, sözü mənim ürəyimdə, eşq uzar zirvələrdə, özü mənim ürəyimdə. Nə qorxusu düşün var, nə vaxt olsa sevə var, o sallayan bulaqların gözü mənim ürəyimdə. Döyüşdədir hər gün, hər an, düşmən üstə çəkir hər an, Qafur, Mehdi, Cəlil, Cəlal, həzin mənim ürəyimdə. Bilirsiniz ki, qarşıdan hansı bayram gəlir? Çox uzunlar. Qələbə günüdür. Bəli, bizim orada öz Azərbaycanımızın da az payı yoxdur. Elə həmin müharibəli demək olar ki, Bakını nefti ilə qazandılar. Bizim şir ürəkli, cəsarətli oğlanlarımız Mehdi, Həzi, Qafur kimi neçə minlərlə elə milli qəhrəmanlarımızı biz şəhid verdik. Elə bir olmaz ki, ora şəhid gəlməsin. Yaxşı, daha kim? Azad Azərbaycanın keşiyində durarıq, müəllimdən dərs alıb, qoya-başa tatarıq. Qorxmarıq çətinlikdən, vardır cütlü ordumuz, Heydər baba öyrədib mübarizə yolumuz. Silahların səsindən oyanmasın uşaqlar, heç vaxt terror olmasın, ağlamasın uşaqlar. Ey dünya rəhbərləri, rədd edin yeryüzünün gəncləri, səs verin səsimizə, qoy sülhün nəğmələri, yayılsın yeryüzünə, qoy böyüklər eşitsin. Sülhdür canlı zandımız, azad yaşamaq üçün vardır bizim haqqımız. Azad yaşamaq üçün vardır bizim haqqımız. Qarşıda siz bilirsiniz ki, Heydər Əliyevin 91 illik gəlir. Biz də bu şeir parçası ilə təbrik edirik. Yaxşı, indi baxaq. Bir video yazımız edəcək, baxaq ora. İlham Əliyev prezidentimiz dövlətimizin başçısıdır. Onu xalq seçmişdir. Qanunlarımızı Milli Məclisimiz qəbul edir. Azərbaycanın sərhədlərini milli ordumuz qoruyur. Milli ordumuzda xidmət etmək şərəfdir. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Dövlət dilimiz Azərbaycan dilidir. Yaxşı. İndi mən qrupları qiymətləndirirəm. 30 qrupu. Siz nə işləyirsiniz? Hansı mövzunu? Bayraq mövzusunu işləyirsiniz. Deməli, dövlət əlamətlərini sadalayır. 4-cü səviyyə. Atributlarını tanıyır. 4-cü səviyyə. Təqdimatı yaxşı təqdim etdilər. 4-cü səviyyə. Əməkdaşlıqları yaxşı idi. 4-cü səviyyə. Yekun qiymət 4-cü səviyyə. Sonra ikinci qrup. Sizin Yer haqqında işləyirdiniz. Saxladığınız bütün hər şeyi. Dövlət əlamətlərini tanıyır 4-cü səviyyə. Atributları tanıyır 4-cü səviyyə.
Təqdimat 4-cü səviyyə, əməkdaşlıq yaxşı idi, 4-cü səviyyə, axırı 4-cü səviyyədə qiymətləndirilir. Sonra 3-cü qrup, him qrupu, him çatdırmamışdır. Him sözündə hərfin biri yazılmamışdır. Deməli, dövlət əlamətlərini sadalayır 4-cü səviyyə, atributlarını tanıyır, ancaq çatdırmamışdır. 4-cü səviyyə, təqdimat 3-cü səviyyə, çatdırmamışdır, əməkdaşlıq 3-cü səviyyə, yekun 4-cü səviyyə, 3-cü səviyyə. Sonra, o birisi paytaxt çatdırmışdır, hər şey normal, hər şey öz qaydasında. 4-cü səviyyə, dövlət əlamətlərini sadalayır 4-cü səviyyə, atributlarını tanıyır 4-cü səviyyə, təqdimatı 4-cü səviyyə, əməkdaşlığı 4-cü səviyyə, yekun 4-cü. 4 qiymətlə qiymətlənir. Sağ olun uşaqlar, bugünkü gündə kim ki yaxşı cavab verdi, mən həmin uşaqları Azərbaycanımızın üstənkil bayrağı ilə hədiyyələndirəcəm. Göç nişanı ilə hədiyyələndirəcəm. İndi gəlin görək, bu qrupda kim yaxşı iştirak etdi? Kim yaxşı iştirak etdi? Siz deyin uşaqlar. Bu qrupda kim yaxşı iştirak etdi? İlkin. Mən səni təbrik edirəm İlkin. Daha kim yaxşı iştirak etdi burada uşaqlar? Zeynəb. Siz deyin uşaqlar, kömək edin müəlliməyə. Ayda. Daha kim? Nərgiz. Daha kim? Fidan. Daha kim uşaqlar? Sultan. Aha, bu birisi qruplarda uşaqlar. Bu birisi qruplarda. Ən yaxşı iştirakçı kim idi uşaqlar? Fatimə. Fatimə səni təbrik edirəm, doğrudan da sən çox gözəl aktiv iştirak elədin. Məhəmməd təbrik edirəm. Vüsal səni təbrik edirəm. Daha sonra uşaqlar? Füzuli. Aha, sonra? Şahsana. Çox sağ ol. Şahsana. Aha, bu qrupda, ay qrupunda Fatimə. Sonra? Aha, Rahil. Sonra? Elvira. Sonra? Məhəmməd. Bəhruz. Bu qrupdan bilirsiniz, yaxşı iştirak edədir. Sonra? Bu qrupda, uşaqlar bu qrupda. Layla. İsmail. Çox gözəl. Doğru cavablar verir. İsmail. Aydan. Həsən. Həsənə çatdı. Mihralı. Bir də Nərgiz. İş dəftərində işləyəcəksiniz. Biz Azərbaycan haqqında essi yazacağız. Nə öyrəndik uşaqlar? Dərsimizdə kiçik dövlət Rəmzə, biz Azərbaycan haqqında nə öyrəndik? Azərbaycanın